İçinə gəlməmişdən qabaq düşünürdüm ki, burada nə yeyəcəm. Həm də gözümüzü o qədər qorxuzublar ki, qarşı tərəfə keçib Şanxay qülləsini görəcəyik. Welcome to Shanghai Tower. Şəhər çox gözəl, həqiqətən. Gecəsi vəhşi möhtəşəmdir. Pekin dəmir yolu vağzalına gəlmişik. Buradan bilet alıb Şanxaya gedəcəyik. Nə qədər adam getməyə çalışır. Dəhşət. Bileti alanda yarım saat qalmışdı qatarın çıxmağına, ona görə də gəlməsəydik, geciksəydik qatar çıxacaqdı. Bir təyər olmuşuq. Yola düşürük. Azərbaycan. Azerbaijan, yeah, Baku. small country. Niyə də Caspian Sea. Okay. Bağlı kupedə gedəcəyik. Həqiqətən bugün çox gəzdik, çox yorulmuşum. Yatıb dinlənək, ondan sonra çıxır. Good morning. Yangtze River. Yangtze River? Yangtze. Yangtze River. Yeah. 啊，南京啊，南京。 China. Okay, this is my stop. Enjoy your trip. Nanjing şəhəridir bura. Sir, I need restaurant. 酒。 There? Okay. Bread for Yeah, 30 yuan one people. 30 yuan? 对。 Chinese are very kind. Yeah, really, yeah, it's different countries. different. 谢谢。谢谢你。 What's your name? Ray, Ray. Vasif. Yeah. will be warmer than here. New Zealand for 10 years. Yeah, so I can speak some English. Qaqaş sağ olsun. Orada bizlə dil tapa bilmirdik. Hazırlıqlarımızı görək. Birazdan düşəcək. Bəli, biz bura sürət qatarı ilə də gələ bilərdik, ancaq belə qatardan istifadə elədik. Bilet də 130 manatdır. Sürət qatarı ilə də gəlsəniz eyni pulu verəcəksiniz. Sadəcə mən Çinlilərlə biraz söhbət etmək, təmas yaratmaq, qurmaq istədim. İndi biz buradan metroya keçəcəyik. 4-cü layin. Qiymətlər elə bizdəki kimidir. Burada metronun ödəniş haqqı 3 yuan, 4 yuan. Metroların kənarı bağlıdır. Yəni təhlükəsiz baxımdan çox yaxşı. İstədiklər. 请把爱心专座留给有需要的乘客。 Şəhərə çıxmışıq. İndi yavaş-yavaş qaldığımız yerə gedirik. Komi? So, Reception-dəyik. İndi qalxacaq oradan. Bəli, tualeti belə düşür. Okay. Thank you. Birinci dəfədə uşaqlar, mən kapsul oteldə qalacağam. Kapsul otelləri fərqli formalarda olur. Bunun dizaynı digərlərindən fərqlidir. Belə bir təcrübəmiz yox idi. Gecə lampasıdır, proyektoru var belə bir dənə. Filməzə də baxarıq da axşam. Bəli. Yerləşdik, yuyunduq. Biraz istirahət eləmişik. Belə. Qaldığım yer buradır. Sizə də göstəreyim. Deməli, Şanxay şəhəri Çinin ən böyük şəhəri və dünyanın 8-ci ən böyük şəhəri hesab edilir. Şəhər ölkənin iqtisadi mərkəzi rolunu oynayır. Çində əsasən mədəniyyətin, ticarətin, sənayenin və ünsiyyətin mərkəzi kimi xidmət göstərir. Ümumiyyətlə, Şanxay şəhəri Çinin şərq sahilində liman şəhərdir. Biz coğrafiya dərsində oxumuşduq, Xuanxə Yansız. Bəli, həmin çaydır, Yansız çayı. Çay da burada bax belə sənaye şəhəri olduğu üçün bu kimi
istifadə olunur. Bax belə gəmiləri görə bilərsiniz. Bəli, burada bir çox iqtisadi forumlar, iclaslar, rəsmi görüşlər həyata keçirilir. Yağışa biraz tuş gəldik. Ev yox. Çayın yanında belə salınmış yerdə gəzinti etmək üçündür. De Bund adlanır. De Bund sadəcə Şanxayda belə tanınır. Deməli, qarşıda artıq bu möhtəşəm binaların düzülüşünü görürsünüz. Ən yüksək bina Şanxay qülləsidir. Binanın yuxarısında müşahidə qülləsi var. Şanxaya gələn adamların çoxu gedib bax oradan şəhəri izləyirlər. Görək qismət olsa biz də qalxacağıq. Hello. How much? $1.40.30. Okay. 就把壳吃，就这样。 Aa. 리치구나. 10. I don't. I already paid. Ne aktarsan ödedim. Yeah, just. Oh, 30. Yeah. Okay, thank you. Bəli, 30 yana yarım kilo əncir. 7 manat, aldı 7 manat. Bəli, bura Nanji küçəsi. Şəhərin ən müasir, ən dəbli yeridir. Bizdə Targov kimi düşünə bilərsiniz. Burada yaxşı alış-veriş eləmək olar. Yəni firmalar çoxdur. Qiymətlər dəhşət bahadır. Bu necə kitayidir bilmirəm. 100 manatdan aşağı köynək yoxdur. Thank you. Bəli, şəhərdə görüləsi yerlərdən biri Şanxay Yuanqadan, yəni qısa desək Yuqadan da səsləndirə bilərik. Deməli, bu bağ 16-cı əsrdə Ming sülaləsi dövründə Han Yuandu tərəfindən tikilir. Bağı öz valideynləri üçün tikdirir. Atası qocaldıqda onun istirahəti üçün belə bir yer tikib hədiyyə eləyir. Bağın adını da Yuyan qoyur. Yəni mənası valideynlərini razı salan. Deməli, bu bağ indiki dövrdə sülh və rahatlıq bağı kimi tanınır. Həqiqətən də burada adamın içi rahatlıq tapır. Bəli, burada Old Street, yəni şəhərin qədim hissəsidir.对。Hayda. Nədir? Çin memarlığına, gözəlliyinə, çalarlara baxın. Hello. Sweet? Can I try? Okay. What's this? Tea? İçində deməli istədiyiniz tərzdə çay var. Həqiqətən rəng yox. Bildiyin, yəni dad. Yeah. Şöyle o çay alırıq mağazadan. Nə bilim, almalı, gilaslı, çiyələkli. Bütün onları unudun. Təbiətin o gözəl qoxusunu o çayda hiss etmək olur. 15 yuan tutdu.
Yenə bizim bundan 3 manat hardasa. Dad möhtəşəm. Hello sir. Chicken? Chicken, yeah? Thank you. Bəli, bu da bizim bildiyimiz toyuq kebabı. Ha, bunların toyuğu belə qəribə dadır. Yumuşaqdır. Samahat günü düşdür, axşam gəlir. Ha, belə yaşamağa. Hello. No miss. How much? Yes. One piece. Gəlməmişdən yeməyi problem eləmişdim. Amma əladır yəni. Ağız tamamıza uyğun. Pork?也是那个啥，你可以去换呀。哎 That 呀， should be bean paste. Okay. I take this one. I pay with. Okay, I'm paying now. German. Germany, yeah. I have been to German too also. Okay, where do you? Can I just Yeah, sure. Google Translate? Google Translate, yeah. İçində dil tapmaq çətin. Düzdür, bizdə tərcümə proqramı var. Ancaq bəzi hallarda onun istifadə etmək olmur. İnternet olmur, tutmur. Təzədən internetə qoş. Dəhşət istidir. İçinə gəlməmişdən qabaq düşünürdüm ki, burada nə yeyəcəm. Çünki başqa mətbəxdir də bunlarda. Həm də gözümüzü o qədər qorxuzublar ki, heç də yəni bizim yeməklərdən geri qalmır. Yəni Çinin o qədər gözəl görüləsi yerləri var ki, biz sadəcə Pekində, bir də Şanxayda olacağıq. Deməli uşaqlar, qarşı tərəfə keçməyə çalışırıq. İstəsəniz belə ferlərlə keçə bilərsiniz. Bax, bu qara gəmilər yük gəmilərdir. Burası sənaye şəhəri olduğu üçün yük daşıyırlar belə. Belə qarşı tərəfə keçib Şanxay qülləsini görəcəyik və yuxarıdan da müşahidə qülləsindən şəhərə baxacağıq. Binanın möhtəşəmliyinə bax. Bəli, bilet alaq, görək qiymət neçədir. Alipay. Thanks. Bilet aldıq. Bizim pulla 70 manat elədi hardasa. Belə Kitay dilində yazılıb, başa düşmək olmur dedim. Ruska ilə yaz görək neçənci mərtəbəyə qalxacaq. Deməli 118, bir də 126-cı mərtəbələrə qalxacaq. 126 ən yüksək nöqtəsidir. Əgər 118-də çıxsaydınız biraz aşağı qiymətə, yəni ödəniş edəcəydiniz. İkisi bir yerdə 70 manat tutdu hardasa. Welcome to Shanghai Tower. Belə artıq Şanxay qülləsinə qalxmışıq uşaqlar. Biz bunu da bacardıq. Şəhərin gözəlliyi həqiqətən göz oxşuyur. Deməli o körpü bizim qaldığımız otel oradadır. Burada 360 dərəcə, yəni baxmaq olur ətrafa. Şəhər çox gözəldir həqiqətən. Gecəsi vəhşi möhtəşəmdir. Şanxay Yansi çay vadisində salınıb. Çay deməli belə fırlanır. Baxın, bu binalar da ki içərisində yerləşir. Bu da Şanxay belə qülləsidir. Deməli uşaqlar, Şanxay qülləsi dünyanın 3-cü ən hündür, ən yüksək binasıdır. Bundan öncə biz Dubayda olmuşduq, Burj Xəlifədə. Burj Xəlifə dünyanın bir nömrəli, yəni ən yüksək, ən hündür binası olan bina odur. Şanxay isə 3-cü yerdədir. İkinci isə Willis qülləsidir ki, o da Chicago'da, Amerikada yerləşir. İnşallah qismət olsa gedib oranı da görəcəyik. Belə, həqiqətən şəhər möhtəşəmdir. Gecəsi xüsusilə gözəldir. Yəni belə Yansi çayına açılan mənzərə, o cümlədən şəhərin strukturu, meyarı belə adamı həqiqətən özünə cəlb eləyir. Belə, bura 118-ci mərtəbəsidir. İndi biz 126-ya qalxacağıq. Yəni hər ikisinə bilet almaq lazımdır, ayrı-ayrı.
Buradan da yine bir başka bir liftle kalkacağıq 126'ya. Binanın strukturu da sərgilənir. Əlimiz dəysin. Adam çəkir ola buna. Binanın ən yüksək nöqtəsidir, bax. Uç hissəsidir, ən təpə nöqtəsidir. Belə deməli biz yerdən 632 metr hündürlükdəyik.